أعوذ بالله من نفسي ومن الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد والثناء لله رب العالمين وصلى الله على سيدنا ونبينا أبي القاسم محمد اللهم صل على محمد وآل محمد وعلى آله المعصومين المكرمين المنتجبين واللعن على أعدائهم أجمعين إلى يوم الدين أما بعد رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي صدق الله العلي العظيم. Şükürler olsun Allah'a ki Allah-u Teala bugün de bize ömür verdi ve verdiği bu ömürde özün ve dostların bize tanıttırdı. Şükürler olsun Allah'a ki eyiblerimizi örttü ve bizi halk arasında rüsva eylemedi. Şükürler olsun Allah'a ki ruzumuzu öz elinde karar verdi ve bizi özünden başka hiç kime mühtaç eləmədi. Allah'ın verirəm öz Allah'lığına xatir ömrümüzün sonuna kadar bu nimetleri elimizden almasın. Amin. Ve bizleri verdiği bütün nimetlerine şükreleyen bendelerinden karar versin. Amin. İnşallah Allah'ın inayetiyle İhlas mevzusunda bazı nöqtələrə işarə eləyik. Bəzən söhbətlərin silsilə olmağı yaxşı olur. Bəzən də görürsən, əzizlər yorulurlar. Harada yorulsuz deyərsiniz, saxlayar. Yəni bugünkü söhbətdə yox, ha, silsilədə. Haçan gördünüz ki, çox oldu deyərsiniz, saxlayarıq. İxlas nədir? Çox çətin bir mövzudur, çox ağır bir mövzudur. Çətin və ağırlığının əsas tərəfi də bundan ibarətdir ki, bu mövzular əxlaqi mövzular olduğuna görə bunlar böyük alimlərin öhdəsinə düşən vəzifələr. Zaman və məkan şəraitinə görə amma biz də məcburuq ki, məsumların dilindən və həmin böyük alimlərimizin dilindən bizə çatan və bizim başa düşdüyümüz qədər sadə dildə, sadə təriflərlə bu şeyləri İnşallah biz də oxuyaq və siz əzizlərə çatdıraq. İxlas bizim dilimizdə işlənən elə xalislikdir. Ki, təbii ki, elə ərəbin özündən biz onu istifadə edirik. Zaten bilirsiniz də bizim dilçiliyimizin 70% sözü alınmadı. Bir dənə feillər 100% özümüzündən. Sözlərimizin 70% alınmadı, özümüzdə söz 30%. Çünki bunun da səbəbləri də bəllidir. Xüsusilə bizim böyük yazarlarımız, böyük ədəbiyyat belə deyək, öndərlərimiz hamısı xüsusilə ərəb fars dilində yazırlar. Ona görə ərəb fars dilindən daxil olmuş sözlər bizim dilimizdə daha çoxdur və gündəmimizə çönüb. Hətta məsələn mümkündür və xalis sözünün özünün biz Azərbaycan dilində qarşılığını tapmayaq. Xalis, çünki biz də elə onu xalis kimi bilirik. Başa düşürük ya xalis nədir, nə deməkdir xalis. Elə bildiyimiz o xalisdir və ixlas, elə bildiyimiz o xalis. Yəni, ərəb sözü deyil. Ən sadə tərifi, mən neçə dənə təriflə baxdım alimlərin dilindən ki, ixlas nəyə deyir böyüklərimiz? Yəni, böyüklərimiz bunu necə başa düşüblər? Yəni, necə başa düşüblər, belə deyim də, İxlaslılar onu necə həyata keçirdiblər ki, praktikalarından, təcrübələrindən nə başa düşürlər. Yəni, bir var bəzi sözlərin ləfzi olaraq başa düşəsən. ki, bu kəlmənin qarşılıq mənası budur. Bir də var ki, ona əməl edəsən. Bu təriflər ki, alimlər ixlasa veriblər, yəni Ayətullah Behçət kimi kişilər, mən öz zamanımızı deyirəm də, mərhum Ayətullah Behçət kimi, mərhum Ayətullah İbrahim Əmini kimi ki, böyük əxlaq ustadlarındandır. Mərhum Ayətullah Meşdiyini kimi, mərhum Ayətullah Əhmədiyə Miyanəci kimi, yəni elə bu son zamanın, Allah hamısının ruhunu şad eləsin inşallah. Ən sadə dildə müxtəlifdir, bilirsiniz də hər bir şeyin müxtəlif tərəflərdən baxsın, çox mənasını tapmaq olar. Ən sadə ki, hər kəs bunu başa düşsün, dillər bundan ibarətdir. İxlasın sadə dillə tərifi. İşi yalnız və yalnız Allah üçün görmək. Ən qısa tərifi və ən sadə tərifi. Yalnız və yalnız Allah üçün iş görmək.
Yalnız ve yalnız Allah'ın razılığın qazanmaq üçün iş görmək. Yəni bu necə olur? Sonra həmin o təriflərə əlavələr edirlər. Deyir, gözləntin olmadan. Birinci şərt bunu qeyd edirlər. Gözləntin olmadan. Təşəkkür gözləmədən. Qarşılıq gözləmədən. Bəzən təşəkkür ləfsi qarşılıqdır. Yəni edirsən, deyirsən ki, bir çox sağ ol da demədiyi. Bu təşəkkür gözləməkdir. Bir də var qarşılıq gözləyirsən. Eləyirsən, deyirsən ki, bu da mənə üstün eləsin də, eləmişəm də. Deməli, ən sadəsi budur. Yalnız və yalnız Allahın razılığını qazanmaq üçün görəsən işi, təşəkkür və qarşılıq gözləmədən və tərif gözləmədən. Ki, baxın, bunlar ən mühüm amillərdir ya, savabları alan amillər bunlardılar. Eləyirsən, istəyirsən ki, adını çəksinlər. Bir tərif gözləmədən. İxlas o zaman sənin əməlin ixlaslı olur ki, tərif gözləməyəsən. 2. Təşəkkür gözləməyəsən. 3. Qarşılıq gözləməyəsən ki, onun mislin mənə qaytarsınlar. Bildin? Məsələn, sıradan bir şey. Sıradan bir şey. Ki, bu bizim cəmiyyətimizdə var. İnşallah ki, mümin cəmiyyətində olmaz, amma umumi olaraq bir belə deyil də, cəmiyyətimizdə formalaşmış bir şey. Görürsən, birinin evinə gedəndə nəsə alır aparır əlində. Sabah həmən adam onların evinə əli boş gələndə deməsə də siqnal verir buradan. Ki, buna baxıyaq, mən əli dolu girmişdim, bu əli boş gəldi. Bu 3 amil savabları əldən alır. Tərif gözləmək, təşəkkür gözləmək, qarşılıq gözləmək. Baxın, Əhl-i əleyhissalam bütün sahələrdə bizə örnək olduğu kimi, təbii ki, ixlasın da bir nömrəli, bariz nümunələri və amilləri bunlardılar da. Niyə görə? Bütün əhl-i sünnə mütəvatir həddidə qəbul edib ki, İnsan surəsi Əhl-i Beyt üçün gəlib. Əhl-i sünnə hamısını qəbul edib də elə deyil ki, İnsan surəsi Əhl-i Beyt üçün gəlib. Allah ruhunu şad eləsin, Əl-Lami Əmininin. Allah bütün keçən alimlərimizə qəni-qəni rəhmət eləsin. Allah onların şəfaatini bizə nəsib eləsin. Ayətullah Əminin bunu ilə bağlı 30-dan çox kitab adı çəkib. Deyirlər ki, bu bir mənalı olaraq Əhl-i Beyt üçün gəlir. Ələl-xüsus 18 ayəsi. Bilirsiniz, 2 söz var İnsan surəsinin barəsində. Bəziləri deyir, bütöv İnsan surəsi Əhl-i Beyt üçün nazil olur. Bəziləri də deyirlər ki, 5-dən 23-ə qədər 18 ayə xüsusilə Əhl-i Beyt üçün nazil olur. Yəni, Həzrət Peyğəmbərin ailəsinin oruç tutması, o itham eləməsi, yemək verməsi və ta 23-ə qədər. Baxın, orada da onlar ixlasın necə olmağını bizə göstərirlər. Bax. Yəni, bunlar ki, deyirik, alimlər bu tərifləri verirlər, alimlər özlərindən çıxarmırlar ki, bunu. Bir, dedim budur ki, onlar praktiki olaraq əməl eləyiblər, əməlin özün başa düşüb deyiblər, bu müsbət tərəfdir. 2, Qurandan və Əhl-i Beytdən öyrəniblər də bunu. Orada ki, deyir və yut'imunət ta'amə alə hubbihi miskinən və yetimən və əsira. Onlar öz yeməklərini ələ hubbihi, özlərinin ona ehtiyacı olduğu halda və onu sevdikləri halda, sevdikləri halda, yəni birinci dediyimiz, yəni ehtiyacları olduğu halda. Yetimə, əsirə və miskinə verdilər. Sonra nə dedilər? Deyir, la nuridu minkum cəzaən və la şükura. Bu ixlasdır. Deyir, verdilər. Sonra da dedilər ki, biz sizdən təşəkkür və qarşılıq da istəmirik. Baxın, Quran ayəsi. Deməli, ixlas nədir? Verdiyin və elədiyin bir şeyin qarşılıq və təşəkkürünü gözləməyəsən heç, əksinə gözləməməyi elan eləyəsən. Artıq insanlar bilsinlər ki, sən elə bir yaxşılıq eləyənsən ki, sənin işin elə yaxşılıq eləməkdir. Sənə çox sağ ol desələr də, deməsələr də. Ziyarət-i Cami-i Kəbirədə
bir dənə kəlmə var, məsumlara deyir ki, səciyyətukumul kərəm. Sizin adətiniz yaxşılıq eləməkdir. Ha sizi başa düşdülər, ha düşmədilər. Ha sizə təşəkkür elədilər, ha eləmədilər. Ha sizə qarşılıq verdilər, ha vermədilər. Fərqi yoxdur. Ona görə ixlası Quran bizə Əhl-i Beytin timsalında belə başa salır. Deyir ki, ixlas odur ki, elədiyinə təşəkkür və qarşılıq, yəni mislin gözləməyəsən. İnsan surəsi Həzrət Əli Aleyhisselamın dilindən La nuridu minkum cəzaən və la şükura. Nə sizdən qarşılıq, cəza, yəni mükafat. Yəni qarşılıq, yəni mislin qaytarmaq. Bildin? Adam yaxşılığını söyləmiyor. Hətta məsələn, indi düzdür bu söz biraz qorxulu sözdür. Bəlkə də sabah da biraz da sosial şəbəkədə də bəzi əzizlər qulaq asarlar, deyərlər ki. Məsələn, xeyirdə şəhərdə biri-birinə maddi köməkli. Toya gedib 100 manat pul yazdırır. Onun ixtiyarı varmı sabah imkanı olmayan gəl oraya 50 manat yazdırır. Deməli sən yaxşılıq eləmək istəmirdin. Əgər 50 yazdırsa narahat olsun. Sadəcə özün üçün kapital yığırdın. Bir dənə kapitalda da qoyursun ora. Ki sabahları gələcək yazdırıcıydı. Elə bir ki, indidən kimlərəsə pul verirsən ki, sonra gətirib mənim pulumu verərsiniz. Ona görə bizim problemlərimizdən biri nədir? Tüm Allaha xatir eləmirik, ehtiyaclı insanlara az kömək edirik, çox kömək edirik, ehtiyacsızlara çox. Ehtiyaclılara az kömək edirik, ehtiyacsızlara çox. Ehtiyacı olmayanlara iftar veririk, ehtiyacı olanlara vermirik. Niyə? Sabah bu qardaş da mənə iftara çağırsın. Yetimə iftar verəcəyəm, hardan çağıracaq məni? Deməli, bunların heç birində ixlas yoxdur. Hətta bəzən bir pillə də qabağa gedir. Doğrudan, ev yox da qoy bu negativləri mən deməm. Doğrudan bu millətin zibili çıxıb. O qabağa gelməyi bilmirsən nədir? Az oruç tutanlar qalır, oruç tutmayanları iftar süfrəsinə dəvət edir. Görürsən bunun səbəbi nədir? Bu süfrənin adı iftardırsa, yox da əsəbləşməyirsən, yenə başladı. Əsəbləşsən çox qışqırıcı. Qardaş, sən başına dönün. Bu süfrənin adı iftar süfrəsidirsə, bu oruç tutmayanın burada nə əzzarı var? Heç olmasa bunu deyim də ürəyin boşalsın. Oruç tutmayana iftar, varlıya iftar. Bu kasıb yetimi də fikirləşdir. Çox qəribə bir şeydir. Varlının ad gününə gedirik, elə bir dənə hədiyyə alırıq, bahalı bir şey ki, özü də onun ehtiyacı yoxdur. Bax, belə atacaq, onun, neydi onun adı? Kella. Kellasında xarab olub gedəcək. Qoy, olduğu məntəqənin dilində deyim də. Onun zirzəmisində xarab olub gedəcək. Heç o maraqlı da deyil. Belə alıb belə atıb bu hədiyyəni səndən. Kasıbın məclisinə gedəndə, kasıbın ad gününə gedəndə, məsələn də o köynə dildə deyilir, 3 Məmmədli bilən bir şey alır. O da yetim elə istəyir əlinə götürsün, bəhbəh eləsin, sınır, qopur arasında düşür. Niyə? Çünki ixlas yoxdur. Çünki qarşılıq gözləyirik. Çünki qarşılıq gözləyirik. Əgər qarşılıqsız olsa, İmam Hüseyin Əleyhisselam əyləşib evdə qapı döyüldü. İxlas babıdır. Qapı döyüldü. Qapının arkasından imam soruşur ki, kimdir qapını döyən? Birisi də adətən imamlar qapını açmadan qapının arkasından soruşurlar. Elə sırf bu səbəbə görə ki, birdən dilənçi olar, gözü gözünə sataşmasın. Dedi ki, sailəm, dilənçiyəm. Dedi, gözlə. Deyir, imam gəldi, 2 kisə qızılı götürdü, qapını açmadı yenə. Araladı, atsa, əlin çıxartdı, 2 kisə qızılı verdi o fəqirə. 2 kisə qızılı. O fəqir dilənçi hiss elədi ki, imam qapının arxasında ağlayır. Dedi ki, mən bilsəydim sən verdiyin dalıcan ağlayırsan, gəlməzdim bu qapıya. İmam dedi ki, mən verdiyimin dalıca ağlamıram. Verdiyimin azdığına ağlayıram ki, sən üzvün suyun töküb gəlib dilənirsən mənim qapımda. Mənim bundan artığım yoxdur. Cəmi 2 kisə qızılım var, onu da verdim. Amma üz suyunun qiyməti deyil ki, bu məni bağışla. Buna deyirlər ixlas. Buna deyirlər ixlas. Və la nuridu minkum cəzaən və la şükura. Deyir, səndən məndən təşəkkür gözləmirəm, nə də?
mislin, qarşılığın gözləmirəm. Ona görə də heç bütün Peyğəmbərdən üzü bu üzə, bütün əimmənin həyat tərzi necə olur? O köməkliyi edirdilər, üzlərin, gözlərin bağlayırlar. Səbəb nə idi? Sabah bunu görəndə o ümumi bir söz var, deyir ki, utanmasın. Bəli, bu yerində, bu imamların dilindən də var, deyir. Gizlənirdilər, gizlində eləyirdilər ki, sabah fəqir onu görəndə utanmasın. Bir də tüm Allaha görə eləyirdilər. Ola bilər, mən utanmıram. İmamım mənə bir hədiyyə verir də. O təşəkkürü belə ona qaytarmamaq üçün üzlərini örtürdülər. Yəni səbəblərin biri o fəqirin utanmamağı idi. Əsas səbəblərdən biri nə idi? İxlasın göstərilməsi. Ki, mən səndən təşəkkür gözləmirəm, sən mənə çox sağ olun deyəsən. Və bir ömür bunu elədilər. Bir ömür. Öyle axır İmam Səccad əleyhissalam deyirdi ki, hacılara xidmət eləmək lazımdır. Bunu deyirdi hədis kimi ki, gəlib bizə də İmam Səccad ağa buyurur ki, hacılara xidmət edin. İmam Səccad ağa buyurur ki, Məkkəyə gedəndə hacıların xidmətində o qədər durun, o qədər pul xərcləyin ki, Allah sizə çoxlu pul yetirsin, inşallah xərcləyəsiniz. İmam Səccad ağanın sözü, ya məsum sözdür. Deyir, Məkkəyə gedəndə zəvvarların xidmətində o qədər durun, o qədər pul xərcləyin ki, qıraqdan baxan sizə desin ki, israfkardır. İmam qeydin vurur, deyir, narahat olma. Yəni, o qədər xərclə ki, sənə israfkar desinlər, amma qorxma, israf deyil. Yeri var ki, Məkkə yolunda bunu eləyəsən. Hə? İmam bunu deyir, indi buna həyata keçirmək lazımdır. Deyir, üzüm bağlayırdı, xalis olmaq üçün. Çıxırdı Mədinədən, bilir də, Mədinədən Məkkəyə 400 kilometr məsafədə təxmini, karvanlar yalıb haradan keçirdi, yerli adamdır da, belə deyirlər. Çıxırdı karvan yollarının üstünə, həc karvanında həm qoşulurdu onlara, başlayırdı xidmət eləməyə. Üzü bağlı. Özdən nə xidmət edirdi? Demir onlara peş namaz diyanlarda tarix. Canımız sənin qəbrinin o zərrə torpağına qurban olsun İmam Səccad. Allah inşallah hamımıza nəsib eləsin ziyarətə. Əzizlərimiz inşallah yaddan açdı, bəqidə bizi dua edəyək. İndi karvanlarda molla olur da, şəri məsələlərə cavab vermək üçün yarıdır. İmamdır da bu. Peş namaz yapmaq üçün yarıdır, dərs vermək üçün yarıdır. Deyir, atların yemin suyun verir. Ulaqların samanın verir. Dəvələrin, atların yüklərin boşaldırdı, yəhərin götürürdü, çulun götürürdü. Çullayırdı, yükləyirdi. Xeymələri qurmağa, gecə qalanda çadır qurardılar. Çadırları qurmağa kömək eləyərdi. Ocaq qalamağa odun yığardı. Üzbaşı heç kim bilmir ki, kimdir. Ən çətin işlər və bizim ən balaca işlər, biz nə düşünərik? Ay yox, filan kəs məsələn, alimdir, filan kəs, filan vəzifəni göstərir məsələn. İmam deyir, üzüm bağlayırdı ən çətin və heç kimin görmədiyi işləri. Təsəvvürsən, deyir, heyvanların hörücünü dəyişir, heyvanlara su qoyur, heyvanlara yem qoyur, saman qoyur, yəhərin çulun götürür, yükün götürür, yükün yükləyir səhər-səhər, çadır qurur, odun yığır, ocaq qalayır, külü təmizləyir. Kimə nə kömək lazımsa, biri yük daşıyır, gəlib tez onun əlindən yükünü alır, aparır. Hara qədər? İxlası göstərir bizə. Deyir, ora qədər ki, imamı tanımayaydılar. Tanıyan kimi karvanı tərk edib gedirdi. Bunu bilək. İmamın qəlbinə heç vaxt riya gəlməzdi. İmam istəyir bizi başa salsın ki, bu cür edir. Ya, imam üzü açıq eləsəydi, riya gələcəkdi, məsumdur, nəuzubillah. İmam istəyir bizi başa sala ki, bir iş ki görürsünüz, Allah üçün görün. Yəni, haçan ki gördünüz, orada bir niyyəti və nəsə qarışdı, qaç o işdən. Görmə o işi. Çünki mənası yoxdur. Bilirsiniz də, riyanın barəsində İmam Sadiq Əleyhisselam buyurur ki, qiyamətin günündə riyanla iş görənlər gələcəklər, görəcəklər ki, heç bir şey yoxdur da aparırlar cəhənnəm. Düzü Allah'dan bir iş görmüşdüm. Allah deyir, mən için görməmişdiniz. Kimi için görmüşdünüz ki, o versin. İnşallah ona da toxunacaq elə uzaq olmağın yollarından biri budur ki, adam insanlardan bir şey gözləməyən, nə mənada bu gözləmədən yox. Yəni, belə ki, insan acizdir, ona heç də verə bilməz ki. Bəs, ixlasın ən sadə tərifi budur, qalan şeylər qalsın inşallah gələn dəfəyə. Ki, deyirlər böyüklərimiz ki, nə iş görürsən gör,
Allah razılığını qazanmaq üçün gör. Nə iş görürsən gör, niyetin Allah razılığını qazanmaq olsun. Və bunun qarşısında tərif gözləmə. Sənin advın çəkilməyin, advın hallanmağın, sən tərəfdən görülməyin bilinməsini gözləmə. Təşəkkür gözləmə və qarşılıq gözləmə. Bir dənə cümlə deyim, səbəbi. Niyə bunları gözləməyək? Yəni, təşəkkür gözləmə, qarşılıq gözləmə, tərif gözləmə. Çünki bunun adı üstündə daxil, ixlasla bir iş görmək istəyirsənsə, deyir, həddini bil. İxlasla iş görmək nədir? Allah üçün iş görməkdə. Deyir, həddini bil. Götürüb hər yoldan keçəni Allahla yan-yana qoyma. Səbəb budur. Təsəvvür edirsən, mən bir dənə iş görürəm, Allah üçün, sonra deyirəm ki, Kəbəlayı filan kəs də bilsin, Hacı filan kəs də bilsin. Deyir, da onun heç bir günahı yox, deyir, məlum da, mən səbəbkarım da burada. Deyir, sən neymişsən? Sən istəyirsən, Allah üçün gördüyün işin götürüb Allahın yanında bir dənə bəndən şərik edəyəsən, ona görə qəti surətdə olmaz. Görsən, bəziləri iş görür, bunu mən şahidi olmuşam, yəni eşitdiyim deyir ki, bildilər mən eləmişəm. Bildilər mən eləmişəm. Çıxdı. Bizdə deyəlim, örsanatdan çıxdı. Getdi də, bildilər mi? Sən yalvar ki, Allaha ki, bilməsinlər. Niyə birdən bilərlər qəlbivə bir şey gələr, yanar gedər, hayıfdır da eləyirsən də bu niyyətini düz elə savabın qazanır. Bəs ən sadəsi budur ixlası. Tərifini deyil elə tamamlasın. Allah razılığını qazanmaq üçün elə hər nə edirsənsə, adının çəkilməyin, tanınmaqlı, bilinməkli, sən tərəfdən olunmasına çalışma, təşəkkür və misl qarşılıq gözləmə. Allahın veri göz Allah'ına xatir bizi elədiklərimizdə Həzrəti Əmir əl-Müminin ağanın ixlasına xatir, ixlasa müvəffəq eləsin. Və selamu aleykum və rəhmətullahi və bərəkatuhu.